Bir məlumatı da deyim sizə. Mən şəxsi məsələlərə, ailə, qohumluq əlaqələrinə toxunmuram. O halda ki, bunun siyasətlə əlaqəsi olmasın. Bugünkü Daxili İşlər Naziri Vilayət Eyvazovda həmin PKK çetəsinin vacib figurlarından biri olan adını çəkdiyim Salih Məmmədovla qohumdur. Baxın nə alınır. Bu adamların hamısı sadəcə bir-birinə qohumdular. Bu bir qohum hiyerarxiyasıdır, bir qəbilədir ki, bunun nə kürdlərə, nə türklərə, nə talışlara, nə ləzgilərə heç bir aidiyyəti yoxdur. Nəcməddin Sadıqov ləzgidir. Tərtərdə işgəncə alan hərbçilər arasında bir neçə ləzgi olubdur. Tərtər cinayətinin arxasında duranlardan biri PKK çetəsidir. Başda Xanlar Vəliyev olmaqla. Yeri gəlmişkən, Zakir Həsənov da çətənin üzvüdür.